Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir. Müdafiə Nazirliyindən verilən xəbərə görə səfər çərçivəsində Müdafiə Naziri general-polkovnik Zakir Həsənov ilə bəyanin müdafiə işləri üzrə Dövlət Naziri Əlahəzrət Məhəmməd bin Mübarək Əl-Fathil Əl-Məzrui arasında iki tərəfli görüş keçirilib. Görüşdə Azərbaycan və arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Birgə təlimlərin və qarşılıqlı səfərlərin ölkələrimiz arasında hərbi əlaqələrin genişlənməsinə töhfə verdiyi qeyd edilib. Tərəflər hərbi, texniki və hərbi təhsil sahələrində maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar. Həmçinin Müdafiə Nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bəyanin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant İsa Səif bin Ablan Əl-Məzrui ilə görüşüb. Baş Qərargah rəisləri hər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə keçirilən Sülh Qalxanı 2026 birgə təliminin təcrübə mübadiləsinin artırılması baxımından vacibliyini qeyd edib, eləcə də bir sıra digər məsələlər ətrafında danışıblar. Daha sonra Müdafiə Nazirliyinin rəhbər heyəti Sülh Qalxanı 2026 birgə əməliyyat taktiki təliminin yüksək səviyyəli müşahidəçi günündə iştirak edib. Qeyd edək ki, fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və bənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan iki ölkənin silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu Dabidə keçirilən birgə əməliyyat taktiki təlimini izləyiblər.